biz Bəqərə surəsi 59-cu ayədən başlayaraq kəlmə və kəlmə sözlərin morfoloji təhlilini verməyə çalışacağım. Bismillahirrahmanirrahim. Bəqərə surəsi 59-cu ayə. Fəbəddələl-ləzīnə zələmû qavlən qayrəl-ləzî qilə ləhum fəənzəlnə aləl-ləzīnə zələmû. İndi bura qədər gələk. Fəbəddələl-ləzīnə zələmû. Bunun hərfi tərcüməsi o deməkdir ki, fəbəddələ dəyişdirmək deməkdir. Əlləzinə o kəslər ki, zələmu zülm etdilər. Demək, mənası necə olacaq? Zülm edənlər, bax buradan başlayırıq, zülm edənlər, əlləzinə zələmu, zülm edənlər, demək, əlləzi qilə ləhum, onlara deyilmiş olan sözü, qayra, başqa bir sözlə neynədilər? Dəyişdirdilər. İndi inşallah bura qədər təhlilini verək. Ləhuma qədər təhlilini verəcəyik. Fə burada başlama hərfidir. Bəddələ feildir. Feilin ikinci düzəltmə babındadır. Yəni fəalə modelindədir. Bunun indiki gələcək zamanı olacaq yufəilu, yəni yubəddilu şəklində olacaqdır. Sonra əlləzinə, özə bəddələ, onu da sizlərə deyim ki, üçüncü şəxsdədir, kişi cinsindədir və təkdədir. Əlləzinə mənası o kəslər deməkdir. Nisbi əvəzlikdir, kişi cinsindədir və cəmdədir. Zaləmu, zülm etdilər, zaləmə feilindəndir. Demək, üçüncü şəxsdədir, kişi cinsindədir və cəmdədir. Zülm etdilər deməkdir. Qavlən, bir sözü deməkdir, isimdir, qeyri-müəyyənlikdədir və təsirlik halındadır. Bu niyə görə təsirlik halındadır? Çünki burada feil, burada zaləmu feil və bu qavlənə təsir edir. Ona görə bu oldu təsirlik halında. Qayrəl-ləzi, başqa şey deməkdir, başqa əlləzi kəslər deməkdir. Burada qayrəl-ləzi başqa bir şey, yəni qavləndən söhbət gedir. Burada sözdən söhbət gedir. Ona görə də əlləzi burada verilib. Qayrəl-ləzi izafət birləşməsidir. Hardan bildik? Çünki izafət birləşməsinin birinci tərəfi əl artiklı götürməz. Demək, bu izafətin təyinlənən tərəfi əlləzi isə nədir? Təyinidir. Demək, qayrəl-ləzi, əlləzi dedik ki, o kəs ki deməkdir. Burada o söz ki, burada artıq sözə işarədir burada əlləzi. Demək ki, təkdədir, nisbi əvəzlikdir və təkdədir və hallanmaz. İzafətin təyinidir. Qilə, ləhum, qilənin mənası deyildi deməkdir. Qalə feilinin məhsul növüdür. Əslində bu quvilə şəklində idi. Quvilə. Orada demək çevrilmə baş verdi. Elal qaydalarına görə vəv hərfi itdi və qilə şəklində nədir? Oldu. Kökü qavalədəndir. Qavələ. Üçüncü şəxsdədir. Qilə və təkdədir. Ləhum, onlara və yaxud onlar üçün mənasındadır. Tərkibi li ön qoşması, li və humdan ibarətdir. Bitişən əvəzliyindən ibarətdir. Ləhum əslində lihum idi. Qrammatik qaydaya görə, deyilişdə ağırlıq olduğuna görə ləhum şəklində oldu. Və burada li'nin əsas məqsədi, ön qoşmanın əsas məqsədi özündən sonra gələn ismin yəlik halda olmasını tələb edir. Hum bitişən əvəzlikdir, kişi cinsindədir, üçüncü şəxsdədir və cəmdədir. Fəənzəlnə aləl-ləzinə zələmu. İndi bax, bura qədər tərcümə etdi. İndi fəənzəlnədən gəlib tərcümə edirik. Fəənzəlnə aləl-ləzinə zələmu
riczen minəs-səmai bimə kənu yefsikun. Və burada fəənzəlnə biz də demək aləllezine zalamu zülm edənlərə biz də zülm edənlərə yefsugune bimə kənu demək fəsad demək pozuculuq etdiyinə görə yefsugune fasik sözündəndir. Demək pozuculuq etdiklərinə görə səmadan minəs-səməu ridsən şiddətli bir əzab neynədik? Nazil etdik. Nazil etdiyi ən axırda deyəcəyik. İndi hərfi tərcümələr fə bağlayıcıdır. Ənzəlnə feildir. Demək, feilin 4-cü babındadır. Keçmiş zamandadır. Birinci şəxsin nədir? Cəmindədir. Həm kişi və həm də qadın cinsindədir. Niyə görə? Morfoloji baxımdan deyirik. Çünki fəənzəlnəni burada Allah Taala deyir. Biz nazil etdik. Ona görə Allah Taala'nın cinsi olmadığına görə məhz morfoloji baxımdan mən deyirəm ki, burada bu həm kişi və həm qadın cinsinə aiddir. Aləllezine zalamu zülm edən kimsələr, kəslər. Alə ön qoşma. Burada a, ya mənasındadır. Bunun üst üzəri mənasında var. Əlləzinə o kəslər ki, nisbi əvəzlikdir, cəmdədir və kişi cinsindədir. Zalamu feildir, zülm etdilər deməkdir. Kişi cinsindədir, üçüncü şəxsdədir və cəmdədir. Rizən demək şiddətli bir əzab. Bu sifətdir. Kökü ra, cin və zeyn hərfindən ibarətdir və təsirlik halındadır. Çünki zalamu feili rizəni saldı təsirlik halına. Minəs-səmai göydən minun qoşmasından və əs-səmə kəlməsindən ibarətdir. Minəs-səmai əslində min əs-səmədən ibarət idi və burada minin üstündəki sükunla, demək sinin üstündəki sükun, yəni burada bu şəddəlidir. Şəddəli hərflərdə bilirik ki, bunun biri sükun, biri də fəthə iləndir. Bax burada. Ona görə iki sükun toqquşduğuna görə burada min əs-səmai oldu minəs-səmai. Yəni burada hecanı açmaq üçün heca açılmalıdır. Ona görə bura fəthə gətirildi. Oldu minəs-səmai. Əs-səmai bu bizdə isimdir. İsim demək nədir? Yəlik halındadır. Kökü səmə-vədən ibarətdir. Səmə-və. Yəni biz bunu lüğətdən tapmaq istəsək səmanı, səmə-və kökünə baxırıq lüğətdən, səma sözünün mənasını tapacağıq. Əgər kök hərflərini bilməsək, onda sözü biz lüğətdən tapa bilməyəcəyik. Bimə kənu yefsuqun. Bimə mənası səbəbi ilədir. Səbəbi ilə mənasındadır. Bi ilə mə nisbi əvəzlikdir. Sonra kənu idilər deməkdir. Kənə feilindən əmələ gəlir və keçmiş zamandadır. Üçüncü şəxsdədir və kişi cinsindədir. Yefsuqunə demək burada neynirlər? Pozuculuq edirlər mənasındadır. Yefsuqunə bimə kənu yefsuqunə pozuculuq etdiklərinə görədir mənası. Yefsuqunə indiki gələcək zamandadır. Üçüncü şəxsdədir və cəmdədir. 60-cı ayə və izistəsqa Musə liqavmihi. Bura qədər gələk, mənalarına baxaq. Burada və başlama hərfidir. İzis demək burada demək mənasını deyirəm hələ. Birinci mənasını deyək. İzis təsqa Musa. Demək vaxt ikən, burada iz vaxt ikən deməkdir. Vaxt ikən Musa öz qövmü üçün liqavmihi su istəmişdi. Və burada dediyimiz kimi başlanğıc hərf.
Əslində iz idi. Burada sinin üstündə demək bir sükun var. İzin də üstündə bir sükun olduğuna görə sükunlar toqqaşdı və sükun atıldı zəlin üstündən, heca açılmalıdır axı və izis oldu. Artıq aydındır burada. Və bunun mənası vaxt ikən deməkdir. Vaxt ikən istəsqanın mənası demək bu su istəmək deməkdir. Demək istəsqanın istəf'alə babındadır. Bu söz, feil. İstəsqaya idi. İstəsqaya. İstifal babı necədir? İstəf'alə. İstəsqaya oldu istəsqa. Və kökü nədir? Demək, istəsqada kök nədir? Sin, qa və yə hərflərdən ibarətdir. Burada sin və tə hərfləri babın hərfləridir. Yəni biz burada babın hərfini kök hərflərlə qarışdıra bilmərik. Səqa feilini tapırıq. Sin, qafiyə, lüğətdən və səqanı tapandan sonra həmin bölümdə aşağıda istəsqa kəlməsini siz görərsiniz. Mənası su istəməkdir. Bunu yoxlaya bilərsiniz lüğətlərdən. Demək, istəf'alə babındadır, feildir, üçüncü şəxsdədir. Sonra istəsqa Musə, demək, bu Musə kəlməsi xüsusi isimdir və hallanmaz və adlıq yiyəli və təsirli də elə Musə şəklində olacaq. Buna alınma isim deyirlər. Bu alınma söz olduğuna görə Musə ərəb sözdür, bu alınma sözdür. Li qavmihi mənası qövmünə və yaxud qövmü üçün mənasındadır. Li, burada ön qoşma, a, ə, ya, yə mənasındadır. Qavmi, izafətin birinci tərəfidir. İzafətin birinci tərəfi qavmi, hi, izafətin ikinci tərəfidir. Qavmi təyinlənən, hi isə təyindir. Buna hiyə muzafun ileyh deyirlər. Buna qavmiyə isə muzaf deyəcəyik. Qövmü üçün və yaxud qövmünə mənasında demək olar. Fəqul nəzrib bi'asakəl həcər. Aha, indi biz bura qədər tərcümə etmişdik. İndi bundan sonrasını tərcümə edək. Fəqul nəz mənası pəs biz dedik. Allah Taala bunu buyurur Peyğəmbərə. Biz dedik, idrib, vur, bi'asakəl həcər. Demək, çomağınla, çəliyinlə daşa. Çəliyinlə daşa, əsanla, üzr istəyirəm, əsanla daşa vur. İndi baxaq burada. Fəqulnəd, fəqulnə, fə burada bağlayıcı, qulnə, demək, feilin keçmiş zamanıdır. Fəqulnə, biz dedik, demək, qalə feilindən əmələ gəlib, birinci şəxsdədir. Morfoloji baxımdan həm kişi və həm qadın cinsindəndir. Qalə feilindəndir. Dedik, idrib, feilin əmr məlum deyirlər buna ərəb dilində. Azərbaycan dilində təkidə əmr forması deyirlər. Bəzi vaxtlar elə olur ki, əmr məlum deyirlər, amma ki, əmr məlumun nə olduğunu bilmirlər. Azərbaycan dilinin qrammatikasında buna təkidə əmr deyirlər. Yəni, işin təkidli şəkildə yerinə yetirməyinə deyirlər. Fəqul nəzrib əslində fəqulnə idrib idi. Fəqulnə idrib idi, amma idrib, yəni təkidə əmr formasının, demək, burada həmzəsi birləşdirici olduğuna görə fəqul nəzrib şəklində olacaq. İdrib, sən vur, demək, ikinci şəxsdədir, təkdədir. Demək, darabə feilindən əmələ gəlib və bu da təsirli feildir. Bi'asakə, bi'asakə mənası bi ilə, asa, demək, əsanla, əsa, kə, demək, sən əsanla,
Vur sən əsanla, demək daşa. Bi'asaka kəlməsində dediyimiz kimi bi ön qoşmasıdır. Asa izafətin birinci tərəfidir. Yəni buna deyirlər muzaf. Kə izafətin ikinci tərəfidir. Kişi cinsindədir. Bu demək bitişən əvəzi kişi cinsindədir, təkdədir və ikinci şəxsdədir. Burada bir ön qoşması asa kəlməsinə görürsünüz təsir edə bilmir. Əslində bu yəlik halında olmalıdır. Amma asa kəlməsi hallanmayan isimlər qrupuna aid olduğuna görə bir ön qoşması asa kəlməsinə təsir edə bilmədi. Amma ərəb dilinin qrammatikasında buyurulur ki, bu məhəllən, yəni yerindəcə yəlik halını nədir? Qəbul edir. Əl-həcərə, daşa, daş, həcərun daş deməkdir. İsimdir, müəyyənlikdədir və təsirli halındadır. Niyə görə təsirli halındadır? Çünki idrib feili təsirlidir. Ona görə əl-həcəri də saldı nəyə? Təsirli halına. Sonra fənfəcərat, fənfəcərat min husnətə aşrətə aynə. Fənfəcərat qaynamaqdır, fışqırmaq deməkdir mənası. Ondan, minhu, ondan. Yəni nədən? Daşdan söhbət gedir bizdə. Bax, burada əl-həcər. Minhu, min demək ondan, hu, ondan. Hu niyə görə kişi cinsindədir? Çünki həcərin cinsi kişidir, kişi cinsindədir. Ona görə də əgər əl-həcərinin cinsi müənnəs olsaydı, onda burada minhə olardı. Minhə olardı. Kişi cinsinə aid olduğuna görə əl-həcər minhu kişi və bitişən əvəzlik hu şəklində verildi. Min, dan, dən, hu bitişən əvəzlikdir. Üçüncü şəxsdədir, kişi cinsindədir. İsnətə, aşrətə, aynə. Bunun mənası odur ki, 12 nədir? Bulaq qaynadım deməkdir. 12 bulaq. İsnətə, aşrətə, 12 deməkdir. Bu saydır və bu saylar hallanmır. Bunlara heç bir ön qoşma da təsir eləyə bilmir. Yalnız və yalnız burada sayın birinci tərəfi dəyişə bilər və amma bu tərəf aşrətə heç vaxt dəyişə bilməz. Buna deyilən məbnidir, yəni hallanmayandır. Aynə, bulaq, aynə bulaq təsirli halındadır. Niyə görə təsirli halındadır? Çünki fənfəcərat fiili burada aynəni saldı təsirli halına. Sonra qad alimə kullu unasin məşrabahum. Hərfi tərcümə belə olar ki, qad alimə bildi, bilmişdi. Qad alimə işin qutarma və qadın mənası fiilin önündə gələndə onu nəqli keçmişə çevirir. Qad alimə bilmişdi kullu unasin demək hər bir demək dəstə məşrabahum içəcəkləri yeri. Demək, indi bədiləşdirək. Demək, hər bir dəstə demək, içəcəkləri yeri nədə bilmişdi. Qad dedik ki, ədaddır. Demək, feillərlə işlənir. Feilin mənası demək, nəqli keçmişə çevirir. Qad alimə bilmişdi. Alimə feili keçmiş zamandadır. Salim feillər qrupuna aiddir. Üçüncü şəxsdədir və təkdədir. Kullu unasin, hər bir dəstə. Burada kullu unasin, burada izafət birləşməsidir. Fikir verin, kullu burada artikl götürməyib, əl artiklı götürməyib, amma unasin artıq yəli yanındadır. Biz bundan bilirik ki, artıq bu nədir? İzafət birləşməsidir. Kullu isim, unasin də isimdir. Kullu hər deməkdir mənası. Unasin, yəni dəstə deməkdir. Unasin qeyri-müəyyənlikdədir. Kullu
izafətin birinci tərəfidir, təyinlənən tərəfi, unəsin isə təyindir və qeyri-müəyyənlikdədir. İzafətin ikinci tərəfi, yəni təyini qeyri-müəyyənlikdə ola bilər, amma birinci tərəfi heç vaxt qeyri-müəyyənlikdə ola bilməz. Çünki birinci tərəf təyinlənən tərəfdir. Sonra məşrabahum burada məşrabahum onların içəcəkləri mənasındadır və məşrabə burada izafətin birinci tərəfi, hum isə izafətin ikinci tərəfidir. İkinci tərəfidir. Və məşrabə burada bizdə olacaq, demək ismi məkan olacaq. Məf'alə modelindədir. Məf'alun modelindədir. Ona görə demək nə olacaq? İsmi məkan olacaq. İzafət tərkibidir. Məşrabə izafətin birinci tərəfi, hum isə nədir? Təyinidir izafətin. Demək kişi cinsindədir. Hum bitişən əvəzlik üçüncü şəxsdədir və cəmdədir. Məşrabənin kökü şəribə feilindəndir. Əgər kimsə istəsə bunu tapmaq məşrabənin mənasını lüğətdən şin, ra və bə hərflərini tapıb məşrabə sözünü oradan görəcəkdir. Kulu vəşrabu min rizqilləhi mənası belə olacaq ki, kulu yeyin əklə feilindəndir. Vəşrabu içsin Allahın ruzilərindən mənasındadır. İndi baxaq, kulu feilin təkidi əmr formasındadır. Əkələ keçmiş zamanı, kulu bunun əmr formasıdır. Təkidi əmr formasıdır. Sonra siz özə mənası sizdir. Yəni bu nədir? Feilin ikinci şəxsinin cəmindədir. Vəşrabu əslində və işrabu idi burada. Və işrabu. İşrabu feilinin həmzəsi, təkidi əmr feilinin demək həmzəsi birləşdirici olduğuna görə oldu vəşrabu. Və burada bağlayıcıdır. İşrabu için şəribə feilindəndir. İçin feilin təkidi əmr formasındadır, cəmdədir. Min dandən rizqilləh Allahın ruzisindən. Demək, min, önqoşma, rizqilləh izafət birləşməsidir. Gördüyünüz kimi rizqın burada əl artiklı götürməyib. Rizqi burada niyə görə yiyəlikdədir? Çünki min önqoşması izafətin birinci tərəfinə təsir elədi. Sonra Allahi izafətin ikinci tərəfidir, təyindir və yiyəlik halındadır. Min önqoşması təsir eləyə bilməz izafətin ikinci tərəfinə. İzafətin ikinci tərəfi daima yiyəlik halındadır. وَلَا تَعْسَوْ فِي الْأَرْضِ مُفْسِدِينَ Mənası bu olaraq ki, budur ki, demək, fəsadçılıq edərək yer üzərində həddinizi aşmayın. Və burada bağlayıcı, لَا تَعْسَوْ həddinizi aşmayın. Burada bu əmrin təkidi əmr formasının inkarıdır. تَعْسَوْ kökü ayn, sin və yə hərfindən ibarətdir. Demək, fəsadçılıq edərək yer üzərində həddinizi aşmayın mənasındadır. Dediyimiz kimi feilin kökü nədəndir? Ayn, sə və yə hərfindən ibarətdir. İkinci şəxsin təkidi əmr formasının ikinci şəxsinin kişi cinsindədir. Fil ardı yer üzündə, fi önqoşma dadə mənasındadır. Əl-ərd isə isimdir, yəlik halındadır və təkdədir. Mufsidinə, mufsidinə ismi faildir. Feilin dördüncü babının, yəni əfsədə, yufsidu, mufsidun. Feilin dördüncü babının ismi failidir, cəmdədir. Yəli və təsirli halındadır. Bunun yəli və təsirli halda olmasının səbəbi təğsəv feilinin təsirli olmasıdır. Bunun adlı halı olar mufsidunə, yəli və təsirli olar mufsidinə şəklində olacaqdır. 61-ci ayə
Və iz qultum ya Musa. Demək, vaxt ikən siz demişdiniz ey Musa. Və burada başlama hərfi iz. Demək, bu burada zaman zərfidir. Zaman zərfi vaxt ikən. Qultum demişdiniz. Qultum demişdiniz feildir. Qalə demək ki, feilindən törənib. Mənası siz demişdiniz. Ya Musa. Ya Musa. Ey Musa. Ya nida hərfidir. Müraciət ədatı. Musa Peyğəmbərin adıdır. Musa Peyğəmbərin adıdır. Və hallanmaz. Bunun adlığı, yəliyi və təsiri eyni cür bax belə olacaq. Ya Musa, lən nəsbirə alə təğamin vahid. Babıra qədər gələk, biz eyni bir yeməyə əsla səbr etməyəcəyik. Bax, indi bunu araşdıraq. Lən arzu ədatıdır. Arzu ədatı. Sonra özündən sonra gələn feilin sonunu fəthələndirir. Fikir versin, burada feilin arzu formasındadır. Fəthə var. Lən demək ədatı feilin indiki gələcək zamanının sonunu fəthələndirir. Əslində burada nəsbiru idi. Lən nəsbiru. Və lən ədatı gəldiyinə görə oldu lən nəsbira. Mənası əsla səbir etməyəcəyik. Demək, burada lən ədatı indiki gələcək zaman feilinin mənasını gələcəyə nədir? Çevirir. Alə təğamin vahid. Alə ya. Təğamin isimdir. Təam deməkdir. Yəlik halındadır. Niyə görə yəlik halındadır? Alə ın qoşması ona təsir elədi. Təkdədir. Vahidin ismi faildir bu. Çünki failun modelindədir. Təğamin ismi fail olmaqla yanaşı həm də burada sifət rolunda gedir. Demək, tək bir yeməyə, hansı yeməyə? Tək bir yeməyə. Demək, burada bu uzlaşan təyini söz birləşməsidir. Biz morfologiyanı verdiyimizə görə bunu təhlil etmirik. Uzlaşan təyini söz birləşməsində bu isim olacaq, bu isə sifət olacaq. Hər ikisi də yiyəlik halındadır. Niyə görə? Çünki alə ın qoşması hər ikisinə də təsir edir və hər ikisi də qeyri-müəyyənlikdədir. Fəd'u lənə, pəs elə isə bizim üçün çağır, Rabbəkə, Rəbbini. Bura qədər gələk. Fəd'u, əslində fəud'u idi. Fəud'u. Fə burada bağlayıcı. Ud'u, çağır, sən çağır. Demək, feilin ikinci şəxsinin təkindədir. Kökü dəğadır. Dəğayə. Dəğa feilindəndir. Ud'u təkidi əmr formasındadır. Lənə, bizim üçün və yaxud bizə, li ön qoşmasından və nə bitişən əvəzliyindən ibarətdir. Lənə əslində linə idi, çevrildi qrammatik qanunlara ki, oldu lənə. Nə bitişən əvəzlikdir, kişi cinsindədir, həm də qadın cinsindədir və cəmdədir. Rabbəkə, Rəbbinə, yəni sən Rəbbinə deməkdir. Rabbə, izafətin birinci tərəfi, kə isə izafətin ikinci tərəfidir. Rabbə, təyinlənən, kə isə nədir? Təyindir. Kə bitişən əvəzliyi. Demək, ikinci şəxsdədir, kişi cinsindədir. Yuxric lənə mimmə tunbitul ərdu min bəqlihə və qissəihə və fumihə və qədəssihə və bəsalihə. İndi yavaş-yavaş gələk tərcümələrlə. Yuxric lənə mimmə tunbitul ərd. Demək, yuxric lənə bizim üçün çıxartsın. Mimmə tunbitul ərd. Yerin yetişdirdikləri şeylərdən. Bax, mənasıdır. Yerin yetişdirdikləri şeylərdən. Sonra min bəqlihə, min dandən, bəqlihə tərəvəzindən və qissəihə xiyarından
və fumihə sarımsağından və qədəsihə mərcmiyindən və bəsalihə soğanından. Demək, bunu indi bədiləşdirək bu cümləni biz. Demək, gəldi. Yuxric lənə mimmə tunbitul ərz. Demək, bizim üçün yerin yetişdirdiklərindən, nədən? Tərəvəzindən, xiyarından, sarımsağından, mərcmiyindən və soğanından çıxartsın. İndi baxaq. Yuxric. Bu, gördüyünüz kimi feilin sonunda sükun var. Bu, feilin şərt formasına aid olacaq. Feilin şərt formasına. Buna ərəb dilində fiilun məzzum deyilir. Yəni, feilin şərt formasındadır. Yuxric, əxrəcə, yuxricu feilindəndir. Yəni, feilin 4-cü babındadır. Xaracədir bunun kökü. Salim feillər qrupuna aiddir. 3-cü şəxsdədir. Lənə, bizə, bizim üçün və yaxud. Lənə dediyimiz kimi bundan da qabaq dedik. Linə idi. Li önqoşma nə. Bitişən əvəzi lənə. Yəni, lənə demək qrammatik çevrilişdən sonra lə oldu. Nə bitişən əvəzlikdir. Birinci şəxsdədir. Kişi cinsindədir və cəmdədir. Minmə. Mənası min və mədən ibarətdir. O şeydən ki, mindandan mə, burada nədir? Nisbi əvəzlikdir. Minmə oldu minmə. Tumbitul ərdu, tumbitu, ənbətə, tumbitu, feilin 4-cü babının indiki gələcək zamanıdır. Feilin 4-cü babının keçmiş zamanı olar ənbətə, yumbitu da indiki gələcək zamanı olacaq. Tumbitu yerin yetişdirdiyi deməkdir. Gördüyünüz kimi qadın cinsindədir tumbitu. Niyə görə? Çünki əl-ərzunun cinsi qadın cinsindədir. Ona görə də əl-ərzunun qadın cinsində olduğuna görə tumbitu da burada nədir? Qadın cinsində olacaqdır. Sonra əl-ərzu dediyi yer. Min bəqlihə, demək, bunun tərəvəzindən, min bəqlihə, bəqalə, burada, demək, bu tərəvəzdir, hə, bitişən əvəzlikdir. Hə, min bəqlihə, burada hə, bitişən əvəzliyi, niyə görə burada hə gəldi? Çünki söhbət yerdən gedir. Ona görə də burada hə, bitişən əvəzliyi yerin cinsi, qadın cinsi olduğuna görə və hə şəklində verdi. Demək, tərəvəzindən və qissəihə. Qissəi xiyar deməkdir. Yəlik halındadır. Niyə görə? Minin qoşması həm bəqliyə və həm qissəihə təsir edəcək. Və qissəihə, yəni onun xiyarından, sonra və fumihə, və burada bağlayıcıdır. Fumihə, yəni onun sarımsağından, yəni yerin sarımsağından, fumi, yəlik halındadır. Niyə görə? Ön qoşma ki, burada min təsir edir ona. Və qədəsihə, onun mərcmiyindən və burada bağlayıcı, qədəsi, gördüyünüz kimi bu yəlik halındadır. Hə, nədir burada? Bitişən əvəzlikdir. Və bəsalihə, onun soğanından mənasında. Bəsali, yəlik halındadır. Hə isə bitişən əvəzlikdir. Bunu da bir şey sizlərə çatdırım ki, mən unutmamışdan deyim. Bəqlihə, bu izafət birləşməsidir. Niyə görə? Bəqli izafətin birinci tərəfidir. Görürsünüz, demək, əl artiklı götürməyib. Hə, nədir bizdə? Onun təyinidir. Bəqli izafətin birinci tərəfi təyinnənən, hə təyin və qissəi izafətin birinci tərəfi, hə, izafətin ikinci tərəfidir, təyinidir. Və bağlayıcı fumihə, fumi izafətin birinci tərəfi, hə isə onun təyinidir, demək, muzafun iləkdir. Və qədəsihə və burada adəsə, bax burada və bağlayıcıdır. Adəsi, burada yəlik halındadır, təyinnənən tərəfdir. Və hə bitişən əvəzi onun təyinidir və bağlayıcı
bəsalihə, bəsali izafətin birinci tərəfidir. Hə isə onun təyinidir. Bitişən əvəzlikdir. Qalə ətəstəbdilunəl-ləzi huvə ədnə billəzi huvə xayr. Dedi, Musa Peyğəmbər deyib, Musa Peyğəmbər deyib, demişdi, çünki keçmişə aiddir bu, ona görə demişdi. Ətəstəbdilunəl-ləzi mənası dəyişdirmək istəyirsinizmi? Huvə, onu. Nəyə? Ədnə. Bu ədnə ən alçaq deməkdir. Billəzi, o şey ki, huvə xayrın, o sizin xeyrinizədir. İndi mənası belə olacaq. Demək, Musa Peyğəmbər demişdir. Sizə ən xeyirli olanı, huvə xayr, ən xeyirli olanı billəzi, ən alçaq şeylərə mi dəyişmək istəyirsinizmi? Başlayaq. Qalə demişdi. Qalə əslində dedi deməkdir. Hadisələr çox keçmişə getdiyinə görə deyirik demişdi. Üçüncü şəxsdədir, kişi cinsindədir və kökü qavalədir. Ətəstəbdilunə, burada mi, mu, mü sual ədatıdır. Təstəbdilu bu feildir. Mənası siz dəyişdirmək istəyirsinizdir. Bu feilin istəf'alə babındadır. İstəf'alə babında sıtı babın hərfləri, bə, də, lə isə kök hərfləridir. İstəbdələni tapmaq istəsə, istəbdələni onda bə, də, ləni lüğətdən tapırıq və həmin bölümdə aşağıda istəbdələ sözünün mənasını tapmaq olar. Mənası dəyişdirmək deməkdir. Ətəstəbdilunə, siz dəyişdirmək istəyirsiniz. Feilin ikinci şəxsindədir, cəmdədir və kişi cinsindədir. Əlləzi, o şey ki, o şey mənasında gedəcək, o şey ki və yaxud bəzi vaxtlarda o kəs ki gedir. Burada şeydən söhbət gedir. Huvə şəxs əvəzliyidir. O deməkdir, kişi cinsindədir və huvə bunlar hallanmır, şəxs əvəzlikləri hallanmaz. Ədnə, bax bu feilə oxşayır, amma feil çaşdırmasın sizi. Bu bizdə olacaq sifətin ən üstünlük dərəcəsi olacaq. Sifətin ən üstünlüyü olacaq. Bu feilə oxşayır, amma bunun kökü ədnəyu idi. Çünki sifətlər üstünlük dərəcəsində olan sifətlər əf'alu modelində olur. Əslində ədnəyu idi bu, ədnəyu. Müvafiq çevrilmələrə görə oldu ədnə. Demək, bu olacaq sifətin nədir? Ən üstünlük dərəcəsi və mənası ən alçaq deməkdir. Billəzi, o şey ki, bi, ön qoşma, əlləzi isə nədir? Nisbi əvəzlikdir, şey mənasındadır. Huvə, o deməkdir, kişi cinsindədir, şəxs əvəzlikdir. Xayrın mənası bu da bizdə olacaq, sifətin ən üstünlük dərəcəsi olacaq, ən xeyirli deməkdir bu. Xayrunun əsli əxyarun idi, əxyarun da çevrildi, xayrun şəklində oldu. İhbitu misran fə innə ləkum mə səəltum. İhbitu misran. Demək, gedin şəhərə, bir şəhərə. İhbitunun mənası da düşmək mənasındadır. Burada getmək mənasında vermək olar. Gedin bir şəhərə. İhbitu həbitə feilindəndir. Salim feillə qrupuna aiddir. Feilin təkidi formasındadır. İhbitu, yəni siz gedin, ikinci şəxsin cəmindədir. Mısran şəhərə təsirli halındadır. Niyə görə təsirli halındadır? Çünki ihbitu təsir elədi, Mısranı saldı təsirli halına. Fə innə ləkum mə səəltum. Fə innə ləkum. Sizin üçün orada axtardığınız şey vardır. Fə innə, fə bağlayıcı, innə modal sözdür həqiqətən. Ləkum sizin üçün əslində ləkum likum idi və
qrammatik qayda qanunlara görə oldu lakum, li ön qoşma üçün mənasındadır və ya a, ə, ya, ya mənasındadır. Kum bitişən əvəzlikdir. Kişi cinsindədir, üçüncü şəxsdədir və cəmdədir. Mə səəltum. Mə burada nisbi əvəzlikdir. Nə mənasındadır. Nə? Səəltum siz soruşduğunuz şey deməkdir. Və səəltumun başqa mənası da siz axtardığınız şey mənasında da burada tərcümə etmək olar. Və duribət aleyhimuz zillətu vəl məskənə və burada tərcüməsini verək, mənalarını verək. Duribət aleyhimuz zillətu vəl məskənə. Onlara zəlillik və miskinlik damğası vuruldu. Və burada bağlayıcı duribət darabə feilindəndir. Duribət bunun məhsulu olacaq. Duribət özə qadın cinsində olacaq, üçüncü şəxsdədir. Aleyhim onlara alə ön qoşmasından a, ə, ya, yə, him. Əslində himu, him idi. Burada mimin üstündəki sükunla əz-zillətidə təşdidli zədə olan demək bir sükun var idi, toqqaşdı və burada hecə açıldı, oldu aleyhimuz zillətu. Zillət isimdir, adlı halındadır və müəyyənlikdədir. Vəl məskənə miskinlik. Miskinlik deməkdir və bu və burada bağlayıcı əl-məskənə bizdə nitq hissəsi kimi bu olacaq mimli məstər. Mimli məstər, məskənə. Demək, burada sözün kökü səkənədir. Səkənə, mim artırılma nədir? Hərfdir. Sonra və bə'u bi qadabin minallah. Minallah. Və beləliklə də Allahın qəzəbinə düçar oldular. Burada baxaq. Və bağlayıcı bə'u düçar oldular. Düçar oldular. Feilin kökü bə və ədir. Bə və ə olmalıdır. Bə və ə. Lüğətdən tapmaq istəsək belə tapırıq. Bi qadabin. Bi qazəbin mənası qəzəbi ilə deməkdir. Min Allah, yəni Allahdan. Min ön qoşma. Min əslində min Allah ilə min burada sükun var idi. Allah kəlməsində olan sükunla toqqaşdı, oldu. Min oldu min Allah. Allah Cəllə Cəlaluh yəlik halındadır, müəyyənlikdədir. Zəlikə biənnəhum kənu yəkfurunə bi ayətilləh. İndi bura qədər mənasını verək. Bu ona görə idi ki, onlar Allahın ayələrini danırdılar və yəqtulunən nəbiyyinə bi qayri haqq və yəqtulunən nəbiyyinə haqsız yerə olaraq peyğəmbərləri öldürürdülər. İndi baxaq burada zəlikə bu mənasında işlədilir Quran-ı Kərimdə. Demək, işarə əvəzlidir, kişi cinsindədir və təkcədir. Bi ənnəhum, bi ön qoşma, ənnəhum, demək, bu ona görə idi ki, bi ənnəhum, ənnə ki, hum, onlar, bitişən əvəzlikdir, kişi cinsindədir, cəmdədir. Kənu yəkfurunə, kafir olurdular. Kənu keçmiş zaman feili, kənə feilindəndir, üçüncü şəxslər və cəmdədir. Yəkfurunə mənası kafir olurlar və ya təksib edirdilər, kəfərə inkar edirdilər, kəfərə feilindəndir, yəkfurunə inkar edirlər. Bi əyətilləh, Allahın ayələrini bir ön qoşma, əyəti, isim birləşməsidir, əyətilləh, izafət birləşməsidir. İzafətin birinci tərəfi əyəti, izafətin ikinci tərəfi təyin isə Allahidir. Sonra və yəqtulunə və bağlayıcı yəqtulun mənası öldürürlər deməkdir. Qatələ feilindəndir, kişi cinsindədir və üçüncü şəxsdədir. Ən-nəbiyyinə, peyğəmbərləri, ən-nəbiyyinə burada yəlik və təsirlik halındadır. Adlığı olar ən-nəbiyyunə, yəli və təsirli olar ən-nəbiyyinə. Bi qayril haqqi, haqsız yerə, bi ön qoşma a, ə, ya, yə, qayri
izafətin birinci tərəfidir. Haqq isə izafətin ikinci yerə. Demək, haqsız yerə əl-haqqı burada izafətin ikinci tərəfi olduğuna görə yiyəlik halındadır. Zəlikə bimə qassau kənu yaqtadun. Bu ona görə idi ki, nə edirlər? Bağışlayın. Demək, düşmənçilik edirdilər. Yəni, yaqtaduna düşmənçilik edirdilər və üsyan edirdilər. Üsyan edib və düşmənçilik etdiklərinə görə idi. Və bimə, zəlikə bimə səbəbi ilədir mənası, bi önqoşması və mənasındadır. Onlar edirdilər, qassau, feilin üçüncü şəxsindədir və kişi cinsində və cəmdədir. Və kənu və bağlacı kənu idilərdir mənası, kənə feilindəndir. Yaqtədunə, yəni burada düşmənçilik edirdilər. İqtada, yaqtadu. Kökü adədir, adəvədir. Qadə və vəf hərfindən ibarətdir. Qadu və yaxud qadə. Yaqtaduna ismi feilin iftəalə babındadır. Burada yaqtaduna da kök hərfləri nədir? Qadə və artırma hərflər isə yə və tə hərfləridir. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.